Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Allah ibadət itaətlərinizi qəbul etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Ötən bəslərdə biz Maidə surəsinin 55-ci ayəsini müzakirə edirdik və buradan bir neçə məsələni ümumi olaraq, nəticə olaraq aldıq ki, birincisi ayədə işlənən vəli sözü rəhbər və ixtiyar mənasındadır, yəni ixtiyar sahibi mənasındadır. İkincisi, ayədə işlənən vəlləzinə amenu ifadəsi müəyyən bir şəxsə nümunədir. Bu şəxsin əsas xüsusiyyəti namaz qılmaqla yanaşı namazı bərpa etmək, yəni Allahın dinini yer üzərində bərpa etməkdir və eyni zamanda ikinci xüsusiyyət ki, yutuna zəkatda məqsəd vacib zəkatdan söhbət gedə bilmir, yəni gedə bilməz ayənin məzmununa əsasən. Burada ya həmən şəxsin öz nəfsini təskiyəsi, yaxud məşhur nəzərə əsasən isə müstəhəb zəkatdan söhbət gedir. Bəs yaxşı, sonuncu cümlə və hum rakiun ifadəsini biz necə başa düşək? Burada iki ehtimal və bir zahiri məna mövcuddur. Ehtimal budur ki, yəni sözgəlçi deyiblər də ki, inşallah ayənin mənası budur. Bəziləri deyib ki, və hum rakiun ifadəsində rakiun sözü zəkat üçün bir qeyddir. Yəni, yutuna zəkat və hum rakiun. Rakiun əgər zəkat üçün bir qeyd olarsa, ruku burada xuşu mənasında, təvazukarlıq mənasındadır. Yəni, onlar təvazukarcasına zəkat verərlər. Yəni, vacib zəkatı təvazukarlıq, xuşu halında verərlər. Bu mənada, yəni bu nəzərə əsasən burada keçən ruku ifadəsi namazda bir hərəkətin forması deyil, bu zəkat verənlərin sifətidir və yaxud halıdır, xüsusiyyətidir. Bu baxışı biz heç bir formada qəbul edə bilmərik. Çünki Qur'an-ı Kərimdə rakiun ifadəsi namaz üçün istifadə olunan bir xüsusiyyətdir. Zəkat verənin sifətində xuşu yox, bəlkə onun ixlasla verilməsi Qur'an-ı Kərimdə keçir. Rakiun ifadəsi Qur'an-ı Kərimdə həmişə namaz ifadəsi ilə gəlib və namazda bir hərəkətin olduğunu bildirir. Məsələn, Bəqərə surəsinin 125-ci ayəsində Allah Teala buyurur: Əuzubillahiminəşşeytanirracim. Və əhdinə ilə İbrahim və İsmail ən təhhir beyti lit-ta'ifin vəl-akifin və rukka'al sucud. Biz Həzrəti İbrahimə, İsmailə Kəbə evini təvaf etmələrini və s. məsələləri tapşırdıq ki, buranı təmizləsinlər rükû və səcdə edənlər üçün. Artıq burada məlum olur ki, rükû səcdə ilə bahəm gəldiyi üçün burada rükû xuşu, təvazukarlıq mənasında deyil, bəlkə həmən namazın bir hissəsidir. Ümumən, Quranın digər ayələrində də, yəni rükû ola bilsin başqa maddə ilə xuşu, təvazukarlıq bilsin. Amma hər yerdə ki, səcdə var, namaz var, burada ola bilməz bu sözün mənası təvazukarlıq olsun. Elə ayənin özündə də əgər biz diqqət etsək, buyurur ki, yuqimunəs-səlat və hum rakiun. Yəni, rakiunla bu namaz arasında bir əlaqə var. Yəni, bu ruku namazla bağlı olan bir məsələdir. Demək, bu ehtimal heç bir formada qəbul olunması bir məsələ deyil. İkincisi, iddia ediblər ki, burada olan vəhum, rakiun ifadəsi ətfdir. Yəni, burada keçən vəv-i atifiyyədir. Vəv-i atifiyyə, məsələn, daha aydın olsun misal deyə, bunu deyim ki, məsələn, ərəb dilində deyirlər ki, Cəə Zeydun və Bəkrun. Yəni, Zeyd və Bəkir gəldi. Burada vav bağlayıcıdır. Yəni, Bəkirlə Zeydi bir feylə bağlayıb. Yəni, Zeyd də gəldi, Bəkir də gəldi. Belə olan halda
ayəni biz üç ayrı-ayrı başa düşməliyik. Yəni onlar namaz qılarlar, zəkat verərlər, ruku edərlər. Yəni biz əgər vavı burada bağlayıcı ətf götürsək, bu halda yəni üç ayrı-ayrı cümlə var. Namaz qılırlar, zəkat verirlər və ruku edirlər. Buna əsasən siz baxsaz bir çox tərcüməçilərə ki, yəni əhl-i-sünniyyə meyilliyi var, ayəni belə tərcümə ediblər. Sizin himayədarınız yalnız Allah, onun elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. Yəni bunlar tam olaraq bu əqidədən təsirlənən bir tərcümədir. Amma ayədə belə başa düşülür ki, burada vəv bağlayıcı deyil, vavul haliyədir. Vavul haliyə bir misal verim. Məsələn, Câə Zeydun və huvə zahikun. Zeyd gülən halda gəldi. Burada vav həmən Zeydin halın bildirir. Yəni Zeyd hansı halda gəldi? Gülən halda gəldi. Əgər biz ayədə keçən və hum rakiunu, bu vavı və kəlməsini, vəv hərfini hal götürsək, onda cümlənin hamısı eyni məzmunda olur. Yəni, 3 dənə ayrı-ayrı cümlə olmur. Buna əsasən artıq ayənin tərcüməsi belədir. Sizin rəhbəriniz Allah, yalnız Allah, onun peyğəmbəri və iman gətirənlərdir. O iman gətirənlərdir ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər. Yəni, bu zəkatı rüku halında verirlər. Buna əsasən ayə 3 ayrı-ayrı bir məsələnin deyil, vahid bir məsələni açıqlayırlar. Bu məsələni həm ayənin öz kontekstinə baxanda, yəni məzmununa baxanda ələ gəlir və eyni zamanda indi növbəti bəhslərimizdə ki, ayə barəsində nəql olunan hədislərə biz müraciət edəcəyik, görəcəyik ki, bəli, burada da məsələ tam olaraq namazın rükusunda verilən müstəhəb sədəqədən söhbət gedir. Yəni, namazın rükusunda, yəni rüku halında verilən sədəqədən söhbət gedir. Bu barədə inşallah gələn bəhslərdə müzakirə edəcəyik. Mən nəticə olaraq bu ayədə, yəni ayənin özünü nəzərə alaraq bir nəticə deyim, əvvəlki təhlilləri nəzərə alaraq, demək, ayənin doğru təhlili bundan ibarətdir ki, İnnəmə vəliyyukumullah və rasuluh vəl-ləzinə amənu bir dənə ümumi qeyd bildirir. Yəni, ey möminlər, sizin yalnız və yalnız rəhbəriniz Allah, onun rəsulu və iman gətirən şəxsdir. Və bu iman gətirən şəxsin xüsusi bir özəlliyi var ki, digər insanlarda bu xüsusi özəllik yoxdur. Yuqimunəs-səlat və yu'tunəz-zəkatə və hum rakiun. Namazı qılar və iqamə edər və rüku halında zəkat verir. Belə olan halda artıq hər bir müsəlmanın zehnində bu sual yaranmalıdır. Ki, buradakı Allah Teala buyurur ki, ey müminlər, sizin vəliniz bu şəxsdir. Bu şəxs kimdir? Yəni, xaricdə bu şəxs kimdir? Ki, müminlərin vəlisi odur Allah və onun rəsulundan sonra. Və Allah Teala da bunun müəyyən xüsusiyyətlərini vurğulayıb, yəni xüsusiyyətlərlə bunu tanıtdırıb. Demək, biz burada artıq digər mənbələrə müraciət etməliyik. Belə bir məqamı kim öz üçün iddia edib və İslami mənbələr bu məqam üçün kimi zikr etmişdir. Bu barədə inşallah gələn bəhslərimizdə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.